Cüneyt Arkının möhtəşəm filmlərindən biri olan Hınç filmi haqqında məlumat. Film 76-cı ildə çəkilmişdi. Filmdə komissar Kamal İstanbulda namuslu və sərt bir polisdir. Uyuşturucu qaçaqçıları və qadın ticarəti ilə məşğul olanlardan xüsusilə nifrət edir. Bir gün ona tələ qururlar. Kamal istəmədən bacısına vuraraq onun ölümünə səbəb olur və həbsxanaya düşür. Həbsxanada onun keçmiş düşməni olan Həsən də olur. Onun adamları Kamala qəsdən ilişərək ona problemlər yaradırlar. Kamalın atası Kamalı bağışlamır, amma anası Kamalı hələ də sevir. Həbsdən sonra Kamal bir işə girir, amma bu iş köhnə düşməni Həsənin obyekti olur və filmin gedişatı dəyişir. Film həm qəzəb, intiqam, dostluq, sevgi kimi hissləri ekranda əks etdirir. Filmdə maraqlı faktlardan biri budur ki, Cüneyt Arkın döyüş sənətini bildiyi üçün döyüş səhnələri real çəkilmişdi.